Bu yanımda gördüğünüz insanlar şehit atası ve şehit anasıdır. Həmçinin şehit bacısıdır, şehit kardeşidir. Bugün biz qəhrəman şəhidimiz Polad Əliyevin ev muzeyindəyik. Polad Əliyevin atası şəhid qardaşıdır. Poladımızın əmsi də, həm də anamız şəhid bacısıdır. Poladımızın həm əmsi, həm dayısı şəhiddir. Hər iki əmi dayı itkindir. İtkinlər siyasındadır. Dayının anası, yəni anamızın anası bizimlədir. Hələ də oğul həsrətində, gözləri yoldadır. Allah Taala hər iki şəhid ailələrinə səbir dözüm versin. Həqiqətən bugünkü gündə biz Ağcabədinin Hindar qəsəbəsində bu qəhrəmanın ev muzeyini ziyarət elədikcə görmədiyimiz mənzərə ilə qarşılaşırıq. Bir evdə bir dərd olar, iki dərd olar. Amma bu ailədə həqiqətən çox ağır itkilər. Yəni bu şəhidliyə biz itki demirik. Şəhidlər bizim sərvətimizdir. Şəhidlər bizim ən böyük varlığımızdır. Şəhidlər bizim qürurumuzdur. O qəhrəman şəhidlərimiz öz şirin canların qurban verdilər ki, bizi kimi şəhid sevərlər, bizi kimi qanında Azərbaycan qanı daşıyan şəxslər rahat yaşasın. Ay Azərbaycan xalqı, gəlin şəhidlərimizi unutmayaq. Qoymayaq şəhidlərimiz unudulsun. Bəzən deyirlər ki, şəhidlər ölməz. Həqiqətən şəhidlər ölməz. Şəhidlər onda ölər ki, undular. Xahiş edirəm Azərbaycan xalqı, mərd oğullar, qardaşlar, bacılar, bu şəhidlərimizi ziyarət edək, çəkək, işıqlandıraq ki, bütün Azərbaycan xalqı bu cür ailələri tanısın.